Salam müəllimlər, xoş gördük hər birinizi. Bu videoda müəllimlərin işə qəbulu və sertifikasiya müsahibə mərhələsində hazırlaşan müəllimlər üçün müsahibə mərhələsində müəllimlərə verilə biləcək ən vacibi sualların və onların səsli izahlarını sizlərə təqdim etməyə çalışacağam. Gəlin birlikdə səslənən suallara nəzər salaq. Suallara keçməzdən əvvəl ilk olaraq özümü təqdim etmə bacarığı haqqında qısaca sizlərə məlumat verim. Mən Xasay müəllim Zeynalov Lənkəran rayonu Şirinsu qəsəbəsində anadan olmuşam. İbtidai təhsilimi yaşadığım qəsəbədə almışam. 2005-ci ildə Bakı Bədən Tərbiyəsi və Turizm Kollecini bitirmişəm. Elə həmən ildə də, yəni 2005-ci ilin sentyabr ayının 1-dən yaşadığım qəsəbədə fiziki tərbiyə müəllimi işləməyə başlamışam. İşlədiyim illər ərzində rayon məktəblər arası təşkil olunmuş yarışlarda dəfələrlə iştirak etmişəm. Nailiyyətlərimiz olub, uğurlar əldə etmişik. Məktəb rəhbərliyi tərəfindən dəfələrlə diplomlarla təltif olunmuşam. 25 iyun 2026-cı ildə fiziki tərbiyə ixtisası üzrə təşkil olunmuş sertifikasiya imtahan mərhələsində uğurlu nəticə əldə etmişəm. Son gözləntim sizlərin xoş rəyindən sonra müəllimlik fəaliyyətimi davam etdirmək istəyirəm. Deməli müəllimlər, qısaca təqdim etmə bacarığından sonra bizə hər hansı bir suallar verilə bilər. Məktəb daxili qiymətləndirmə, ixtisasımıza görə və sair suallar ünvanlana bilər bizə. Hesab edirəm ki, baxın burada özünü təqdim etmə bacarığı çox yaxşı formada olmalıdır. Bunlara çox diqqət ayırırlar. Bunlara çox yer ayırırlar. Onun üçün də bəli, mən özümü təqdim etmə bacarığında qısaca kəsintilərə yol verdim. Amma hesab edirəm ki, biz orada daha yaxşı səlis danışmağa bacarığımız olacaq. İlk olaraq bizə verilən sual ola bilsin ki, bu cür olsun ki, əgər şagird kiçik summativ qiymətləndirmədə üzürlü və üzürsüz iştirak etmirsə, nə edərsiniz? Deməli müəllimlər, biz bu suala cavab olaraq deməliyik ki, əgər şagird kiçik summativ qiymətləndirmədə üzürlü səbəbdən iştirak edə bilmirsə, sinif jurnalının şagirdin adının qarşısında xana diaqonalla 2 yerə bölünür, sürətdə qayıb, məxrəcdə boş qalır. Üzürlü səbəbdən olarsa. Bu kimi cavab verə bilərik. Yox, əgər şagird kiçik summativ qiymətləndirmədən üzürsüz səbəbdən iştirak etmirsə, şagirdin sinif jurnalının adının qarşısında 0 bal qiymət yazılan xanada qayıb yazılır. Amma bu zaman yarım ilin ballarının hesablamasında bu artıq nəzərə alınır. Üzürsüz səbəbdən. Bu kimi cavab verə bilərik. Üzrlə hesab edin. Olar ki, ikinci sual, kiçik summativ qiymətləndirmə hansı siniflərdə aparılmır? Müəllimlər, kiçik summativ qiymətləndirmə biz bilirik ki, birinci siniflərdə kiçik summativ qiymətləndirmə olmur. İkinci və 11-ci siniflərdə kiçik summativ qiymətləndirmə həyata keçirilir. Olar ki, sual gələr qarşımıza, böyük summativ qiymətləndirmə hansı siniflərdə bütün fənlərdən keçirilir? 4-cü, 9-cu, 11-ci siniflərdə bütün siniflərdən, yəni bütün fənlərdən keçirilir. 5-ci, 6-cı, 7-ci, 8-ci siniflərdə ana dili, xarici dili, riyaziyyatdan böyük summativ qiymətləndirmə keçirilir. Təbii ki, bu kimi sual bizə verilə bilməz. Biz yalnız bilirik ki, bizə bu sual bu cür verilə bilər ki, fiziki tərbiyə ixtisası üzrə hansı siniflərdə böyük summativ qiymətləndirmə aparılır? Biz bilməliyik ki, 9 və 11-ci siniflərdə. Bəli, yalnız bu iki sinifdə, buraxılış siniflərdə. Aşağı siniflərdə nəzərə alsaq, 4-cü siniflərin adını çəkə bilərik. Amma ümumi olaraq bizdən olar ki, sual olmasın. Əgər onun üçün də sual olmasa da belə biz bir müəllim olaraq hansı siniflərdə qiymətləndirmə nə zaman, necə keçirdiyini biz bilməliyik. Və sual ola bilər ki, qiymətləndirmə vasitəsi necə aparılır? Müəllimlər, biz bilirik ki, qiymətləndirmə vasitəsi 4 səviyyə üzrə aparılır. Birinci səviyyə üzrə bütün tapşırıqlar üzrə 20% aparılır. İkinci səviyyə tapşırıqları 30% aparılır. Üçüncü səviyyə tapşırıqlarda bilir ki, yəni 30% aparılır. Dördüncü səviyyə üzrə tapşırıqlar 20 balla qiymətləndirilir. Hər halda biz bunların səviyyə üzrə aparma qiymətləndirməsini hər bir müəllim çox yaxşı şəkildə bilir. Olar ki, sual olar bizə ənənəvi qiymətlə müasir qiymətləndirmənin fərqi nədir? Əlbəttə ki, müəllimlər, biz bilirik ki, ənənəvi qiymətlə müasir qiymətlərin fərqi odur ki, yəni ənənəvi qiymətləndirmə dərsin sonunda aparılır, rəqəmlə ifadə olunur. Müasir qiymətləndirmə isə dərsin istənilən vaxtında aparılır, sözlərlə ifadə olunur, qiymətləndirmə standartları ilə müəyyən olunur. Bu kimi suala cavab verə bilərik.
Dünya görüşündən də suallar ola bilər bizə. Dünya görüşündən suallar olarsa, olar ki, bizim qarşımıza belə bir sual gəlsin ki, yəni belə bir sual olsun ki, mütləq, yəni ola bilər. Heydər Əliyevin gördüyü islahatlardan danışın. Əlbəttə ki, biz vətəndaşların hər birinə məlumdur ki, mərhum Heydər Əliyev Azərbaycan Respublikasının, yəni ölkə prezidenti olduğu illər ərzində daha böyük islahatları həyata keçirdi, daha yaxşı. Bu zaman biz bilməliyik ki, ən azından bir neçəsinin adını çəkmək lazımdır müəllimlər. Bəli. Baxın, əsir müqaviləsi, ölüm hökmünün ləğv edilməsi, Heydər Əliyevin gördüyü islahatlar, ən yaxşı islahatlarından biri də baxın elə bunların adını çəkə bilərik. Belə. Sual ola bilər qarşımıza. Direktor dərsinizi izləyir, işinizi tənqid edir. Bəli, direktor bizim dərsimizi izləyir, işimizi tənqid edir. Bu zaman biz nə etməliyik? Sual olar qarşımıza. Biz bilirik ki, müəllim hər bir tənqidə təmkinli yanaşmalıdır. Əgər səhvimiz varsa, biz səhvlərimizi aradan qaldırmalıyıq. Sual gələr qarşımıza. Neçə cür öyrənmə tərzi var? 4 cür öyrənmə tərzi var. Vizual öyrənmək, audio öyrənmək, kinestetik öyrənmək, oxuyub yazmaqla öyrənmək. Vizual öyrənmə biz bilirik ki, nədir müəllimlər? Vizual öyrənmək görərək öyrənmədir. Audio öyrənmək səsli öyrənmədir, eşidərək öyrənmədir. Kinestetik öyrənmə toxunaraq öyrənmədir. Oxuyub yazmaqla öyrətmək isə sözlər öyrənməkdir. Bu kimi cavab verə bilərik. Və dərsdə dinc qalmayan və sinifi incidən şagirdlə necə davranırsınız? Bu zaman biz suala cavab olaraq çox sadə sualdır və çox da sadə, yaxşı, çox da cavab verə bilən qabiliyyətimiz olacaq, bəli. Bu zaman şagirdə yaxınlaşıb səbəbini öyrənərik, öyrənməyə çalışarıq, şagirdi sakitləşdirərik, bəli. Şagirdin maraq dairəsini mütləq şəkildə biz nəzərə almalıyıq. Və onun maraq dairəsinə görə dərsimizi davam etdirməliyik. Sonra planlaşdırma haqqında bizə sual verilə bilər. Misal üçün bizə sual verilə biləcək ki, gündəlik planlaşdırma nə üçün tutursunuz? Və planlaşdırma tutanda nələrə diqqət edirsiniz? Müəllimlər, gündəlik planlaşdırma biz onun üçün tutulur ki, dərsin daha səmərəli təşkili üçün hazırlanır. Gündəlik planlaşdırma hazırlayan zaman nəyə diqqət etməliyik? Təlim nəticəsinə, əsasən təlim nəticəsinə diqqət etməliyik. Yəni belə cavab da verə olar ki, akademik dərs saatının sonunda şagirdin nəyə nail olduğunu bildirir planlaşdırma. Summativ qiymətləndirmə suallarını nəyə əsasən hazırlayırsınız? Biz suala cavab olaraq deməliyik ki, summativ qiymətləndirmə suallarını sualları mövzuya uyğun hazırlayırıq, şagirdlərin səviyyəsinə uyğun hazırlanır, summativ qiymətləndirmənin hazırlanmasında təlim nəticəsi və məzmun standartları nəzərə alınır, belə cavab vermək daha qənaətbəxş ola bilər. Pedaqoji şura hansı müəssisələrdə keçirilir? Təşkil olunur. Bəli, biz bilirik ki, pedaqoji şura ən azı 3 nəfərdən ibarət olaraq pedaqoji kollektiv olan müəssisələrdə təşkil oluna bilir. Tərkibindən soruşa bilərlər. Pedaqoji şuranın tərkibi kimlərdir? Biz bilirik ki, həkimlər də ola bilər, pedaqoji məktəb həkimləri, pedaqoji işçilər ola bilər, məktəbin sədri olacaq, şuranın katibi və s. Və sual olar ki, pedaqoji şura neçə dəfə keçirmək olar? Zərurət yaranırsa müəllimlər, əlbəttə ki, keçirmək olar. Çünki pedaqoji şuranın qərarları məktəb rəhbərinin müvafiq əmri ilə rəsmiləşir. Məktəb rəhbəri etiraz görürsə, mütləq pedaqoji şura çağıra bilər. Sonra sual gələ bilər qarşımıza. Hansı halda sinifi tərk edərsiniz? Müəllimlər, hansı halda sinifi tərk etməliyik? Biz bilirik ki, sinifi müəllim dərs keçən zaman sinifi tərk edə bilməz. Yox, əgər hər hansı bir fövqəladə hal baş veribsə, hər hansı bir fövqəladə hal yaranırsa, şagird ciddi sarsıntı keçirirsə, əlbəttə ki, bu zaman biz sinifi tərk edə bilərik.
ilk qabaqlayıcı tədbirlər bəli, ilk qabaqlayıcı tədbirlər görməmiz üçün şagirdə ilk tibbi yardım göstərməmiz üçün əlbəttə ki, məktəb rəhbərliyinə və s. bu kimi xəbər verməmiz üçün bu kimi hallara görə, vəziyyətlərə görə sinfi tərk etmək olar. Hansı halda şagirdə qiyməti yüksək yazarsınız? Belə sual gələr qarşımıza. Biz suala olaraq cavab olaraq deməli ki, qiymətləndirmə standartlarını pozmaq olmaz. Əgər şagird hansı öz belə deyək, potensialına, hansı potensiala malik oldusa, həmən qiyməti şagirdə vermək lazımdır. Sonra sual olar qarşımıza. Danışmaqda çətinlik çəkən uşaqlara necə davranırsınız? Necə rəftar edərsiniz? Bu zaman şagirdlərə bir çoxlu söhbət aparmalıyıq. Şagirdlərə diskussiya yaradaram. Söhbətçi olmaq lazımdır. Sözləri təkrarlayaram. Belə. Sual gələr qarşımıza. Təhsilin məqsədi nədir? Müəllimlər, biz bilirik ki, təhsilin məqsədi nədir sözünə cavab vermək bizim üçün ən xoş olan suallardan biri ola bilər. Təhsilin məqsədi odur ki, şəxsiyyət yetişdirmək, yüksək səviyyədə ixtisaslı kadr yetişdirmək. Yaxşı, təhsil nədir, təlim nədir? Biz bilirik ki, təhsil geniş anlaşdır, ictimai xarakter daşıyır, ölkənin inkişafıdır. Təlim isə kiçik anlaşır deyə bilərik. Təhsil alanla təhsil verənin pedaqoji bir fəaliyyətidir. Yəni təlim. Təhsil geniş anlaşdır, ictimai xarakter daşıyır, təhsil ölkənin inkişafı deməkdir. Təlim isə dediyimiz kimi kiçik anlaşdır. Təhsil alanla təhsil verənin pedaqoji bir fəaliyyətidir. Yaxşı müəllim necə olmalıdır? Sual. Əlbəttə ki, adını çəkdiyim kimi bu suallar bizlərə ünvanlasa, hesab edirəm ki, öhdəsindən çox asanlıqla gələcək. Yaxşı müəllim necə olmalıdır? İşinə məsuliyyətlə yanaşan, işini çox yaxşı bilən, sinifi effektiv idarə edən müəllim yaxşı müəllimdir. Şagirdlərin sevgisini özünə qazandıra bilən müəllim yaxşı müəllimdir. Suala bu cür cavab vermək olar. Qiymətləndirmə meyarını necə müəyyən edirsiniz? Əlbəttə ki, bizə məlumdur ki, qiymətləndirmə meyarını biz alt standartdan məqsəd çıxarılır və məqsədin əsasında meyarlar qiymətləndirilir, müəyyənləşdirilir daha doğrusu. Belə desək, daha qənaətbəxş hesab oluna bilər. Müəllim şagirdlə münasibətdə necə olmalıdır? Sual. Müəllim şagirdlə münasibətdə çox yaxşı olmalıdır. Bir-birlərinə qarşı qarşılıqlı hörmət olmalıdır. Müəllim şagirdə daha çox hörmət bəsləməlidir, qayğı göstərməlidir, empatiya qurmalıdır. Öz övladı kimi baxmalıdır. Belə, ən yaxşı müəllim budur. Buzqıran strategiya desələr nədir? Biz deyək ki, buzqıran strategiya odur ki, şagirdlər arasında soyuq münasibətin aradan qaldırılması üçün buzqıran strategiyadan istifadə olunur. Belə. İnduktiv dərs nədir? Deduktiv dərs nədir? Soruşsalar, biz bilirik ki, müəllimlər, induktiv dərs, yəni nümunədən qaydaya gedir. Əvvəlcə nümunələr göstərilir, sonra nəticə və yaxud da ki, qayda çıxarılır. Yəni induktiv dərs nümunədən qaydaya gedir. Əvvəlcə nümunələr göstərilir, nəticə və ya qayda çıxarılır. Sonra da nəticə və ya qayda çıxarılır. Amma deduktiv dərs prinsipi odur ki, qaydadan nümunəyə gedir. Əvvəlcə qayda izah olunur. Sonra nümunələr üzərində tətbiq edilir. Belə. Sonra sual gələ bilər qarşımıza, şagird dərs zamanı daha çox aqressivdir. Nə edərsiniz? Müəllimlər, şagirdlər dərs zamanı daha çox aqressivdirlərsə, biz şagirdlərə təmkinli yanaşırıq, şagirdlər də səbirli olmalıyıq, təmkinli yanaşmalıyıq. Şagirddən bunun səbəbini öyrənməyə çalışmalıyıq, araşdırmalıyıq. Bu kimi cavab verə bilərik. Misal, olar ki, şagird deyir ki, dərsdə yatıb. Əgər şagird dərsdə yatıbsa, bu zaman yatmış şagirdlə biz necə davranmalıyıq? O zaman şagirdə nəzakətli yanaşmalıyıq. Onun dərsdə yatmasını sakitcə şagirdi oyadıb dərsə adaptasiya etməliyik.
Belə. Sonra sual gələ bilər ki, qarşımıza ilk dərsinizi nəyə həsr edirsiniz? İlk dərsimizi belə də demək olar ki, bugün şagirdlər bilik günüdür və s. 2026-cı il memarlıq və şəhərsalma ili qeyd olundu. Əslində bunu da demək olar. 2020-ci il Vətən müharibəsi haqqında şagirdlərə dərsimiz haqqında izah etmək olar. Bax, bunların adını çəksək daha yaxşı olar. Və sual olar ki, keyfiyyətli müəllim necə müəllimdir? Müəllimlər, biz suala cavab olaraq keyfiyyətli müəllim necə müəllimdir deyəndə öz vətənini, millətini, xalqını sevən bir müəllim əlbəttə ki, keyfiyyətli müəllimdir. Hər kəsə keyfiyyətli münasibət göstərən müəllim keyfiyyətli müəllimdir. Müəllimlərin etnik davranış müəllim öz etnik davranış qaydalarına riayət etməlidir. Və sual ola bilər, pedaqogika nədir? Əlbəttə ki, pedaqogika tərbiyə haqqında elmdir. Şagirdlərə bilik və bacarığını daha yaxından öyrətməkdir. Belə. Metodika nədir? Hər hansı bir məqsədə çatmaq üçün istifadə olunan bir vasitə. Buna belə deyə bilər ki, metodikadır. Olar ki, bizdən soruşsunlar müəllimlər. Qəbul olunduğunuz məktəbdə idman avadanlıqları olmasa nə edərsiniz? Əlbəttə ki, bu suala biz daha doğru düzgün cavab verə bilərik. Olar ki, təhkim olunduğumuz bir məktəbdə hər hansı bir məktəbə təhkim olundu, avadanlıq çatışmır. Hər bir avadanlıq olmasa da biz təbii ki, öz dərslərimi maraqla keçirməliyik. Mütərrik onlardan istifadə etməliyik. Belə demək olar. Yəni daha sonra biz öz büdcəmizdən istifadə etməklə lazımi avadanlıqları alaram. Əlbəttə ki, niyə ala bilmərik? Baxın, aları nələri? Tenis topu almaq olar, gimnastika topunu almaq olar, nə bilim futbol topunu, basketbol topunu, handbol topunu almaq olar. İşlədiyimiz məktəbin həyat şəraiti yol verirsə, yəni zalımız yoxdur, işlədiyimiz məktəbin həyat şəraiti yol verirsə, bu zaman voleybol qurğuları da tətbiq etmək olar, yaratmaq olar, basketbol qurğusu da tətbiq etmək olar. Bu kimi biz avadanlıqları öz hesabımıza, ən azından öz hesabımıza yarada bilərik. Daha geniş bir şəkildə deyə bilmərik biz zal tikərik falan. Belə bir anlayış yoxdur da. Yəni bizim o büdcəmiz yoxdur ki, biz onun ötəsindən gələk. Müəllimin özünün büdcəsinə uyğun olan məsələləri biz həyata keçirə bilərik. Elə. Misal üçün bizim qarşımıza sual gələr. Bullying nədir? Baxın, bullying ilə bağlı suallar verilir. Şifahi bullying nədir? Sosial bullying nədir? Nə bilim, psixoloji bullying nədir? Bullying odur ki, bir şəxsin digər şəxsə bilərəkdən zərər verməsi. Budur bu sualın cavabı. Fiziki bullying nədir? Soruşsalar, biz deməliyik ki, fiziki bullying odur ki, kimisə itələmək, vurmaq, qəsdən, nə bilim, toxunmaq, hər hansı bir əşyanı şagirdəyə, bir insana atmaq, bu olur. Əlbəttə ki, fiziki bullying. Adından da məlumdur. Şifahi bullying, qorxuduruq, lağ edirik, əla salırıq. Bu olur şifahi bullying. Psixoloji bullying nədir soruşsalar, psixoloji bullying odur ki, təqib etmək, qərəzli baxışlar, psixoloji zorakılıq, bunlar psixoloji bullyingdir. Sosial bullying şagirdlərə qarşı, belə deyək də müəllimlər, sosial bullying odur ki, şagirdlərə qarşı, necə deyim, sosial bullying. Qruplaşmaq. Bəli, sosial bullying nədir soruşsa, deyir ki, şagirdlərə qarşı qruplaşmaq. Və sonra bizim qarşımıza sual gələ bilər ki, bullyingin qarşısını necə alarsınız? Əlbəttə ki, bullyingin qarşısını almaq üçün biz bir müəllim olaraq məktəbdə şagirdlərə, sinifdə şagirdlərə tərbiyəvi mövzuda söhbət aparmalıyıq. Bullyingin pis tərəflərini şagirdlərə aşılamalıyıq. Məktəb psixoloqu ilə əməkdaşlıq qurmalıyıq. Valideynlərlə əməkdaşlıq aparmalıyıq bullyingin qarşısını almaq üçün. Ola bilər ki, müəllimlər, bizə suallar verilə bilər ki, nəyə görə səni seçməliyik, nəyə görə səni seçək? Əslində bu sual mənə verilib.
2023-2024-cü ildə ard-arda müəllimlərin işə qəbuli müsabiqə mərhələsində mən belə deyək də iştirakçı olmuşam. Bu sual sonda mənə sonda yox, sualın ortasında verildi ki, sonda hansı sual verildi onu da deyəcəm. Bu sual ortada mənə deyildi ki, nəyə görə sizi seçməliyik? Bu zaman suala belə cavab verdi ki, mən bir müəllim olaraq öz işimi daha çox sevirəm. Belə demək lazımdır. Hər bir müəllim öz işinə, öz dərsinə məsuliyyətlə yanaşmalıdır. Belə olan halda gözlənti yaxşı ola bilər. Mən də bu kimi bunların, daha doğrusu bunların ötəsindən gəlməyə hazıram. Belə cavab vermək olar. Əslində mənə orada bu sual veriləndə tam qısa danışdım. İndi biraz buna əlavələr eləmişəm. Dedim ki, mən bir müəllim olaraq öz işimi daha çox sevirəm. Dedim, dayandım. Qənaətbəxş oldu. Başlarını belə yerlətdilər. Daha bilirdim ki, artıq xoş təsir etdi. Sonra sonda mənə verilən sualları bu oldu ki, müəllimlər, bizdə olan son sözünüz nədir? Bu mənə 2024-cü il MÜQ sualında verilib. Bundan qabaqki sual 2023-cü ildə olmuşdu. 2024-cü ildə mənə sonda verilən sual oldu ki, sonda bizə sözünüz nədir? Mən də cavab olaraq dedim ki, sizin xoş rəylərinizdən sonra təhkim olduğum məktəbdə müəllim fəaliyyətimi davam etdirməyə çalışmaq istəyirəm. Diqqətiniz üçün təşəkkür edirəm. Artıq mən də bilirdim ki, bu sondur da. Onun üçün də dedim ki, diqqətiniz üçün təşəkkür edirəm. Onlar da öz cavabında sizə uğurlar. Gedə bilərsiniz. Mən də mənə diqqət ayırıb baxdığınız üçün hər bir kəsə ayrı-ayrılıqda təşəkkür edirəm. Sağ olun, hörmətli müəllimlər. Vaxt etdikcə müsahibə mərhələsinə hazırlaşan müəllimlər üçün bir neçə suallardan səsli izahlarını sizlərə təqdim etməyə çalışacağam. Sağ olun.